Salam. Bugün çox maraqlı bir sualla cavab verəcəyik. Niyə eyni pəhriz bir dostunuzda işləyir, amma sizdə yox? Bəzən bir dostumuz arıqlayır, biz isə eyni planla heç bir nəticə görmürük. Amma məsələ motivasiyada deyil, bioloji fərqlərdədir. Bunu artıq Amerika Diabet Assosiasiyası və Avropa Diabet Cəmiyyəti açıqca deyir. İdeal makro nisbət yoxdur. Yəni, ideal olaraq karbohidrat, yağ, protein faizi yoxdur və bu hər kəsdə fərqli işləyəcəkdir. Niyə? Çünki eyni qidaya bizim glukoza reaksiyamız da fərqlidir. Bu mikrobioma, genlərə, stresə, yuxuya və fiziki aktivliyimizə əsasən dəyişir. Məsələn, iki insan eyni səhər yeməyini yeyir. Birində qan şəkəri sıçrayır, digərində isə sabit qalır. Bu fərqləri personalized nutrition, yəni fərdiləşdirilmiş qidalanma anlayışını adlanır. Bədən həm də çox ağıllıdır. Əgər kalorini azaldırsansa, o öz enerji sərfiyyatını azaldacaqdır. Buna metabolik uyğunlaşma deyilir. Bəziləri bu səbəbdən pəhriz zamanı platoya da girirlər. Üstəlik, NEAT, yəni Non-Exercise Activity Thermogenesis deyilən bir risk faktoru da vardır. Gün ərzində etdiyimiz xırda hərəkətlər, yəni yerimək, jestlər, durmaq, kimdəsə bu hərəkətlər çoxdur, kimdəsə azdır və eyni pəhrizdə 300-400 kalorilik fərq yarada bilər. Bütün bunlara əlavə olaraq sirkadian ritm və yuxu keyfiyyəti də insulin həssaslığını dəyişir. Gecə yatmaq və gec yemək bədəndə hormonal balansı pozmuş olur. Buna görə erkən yemək pəncərəsi bir çox insanda daha effektivdir. Əlbəttə endokrin vəziyyət də rol oynayır. Məsələn, polikistik yumurtaqlar sindromu, hipotireadizm və ya kortikosteroid preparatları ilə müalicə alınır. Belə hallarda pəhriz tək başına nəticə verməyəcəkdir. Nəticə nədir? Pəhriz fərdiləşdirilməlidir. Qrup şəkilli, marafon şəkilli pəhrizlərdən uzaq durulmalıdır. Öz bədəninizin reaksiyasını öyrənməniz lazımdır. Glukometrlə və yaxud continuous glukoz monitorla izləmələr aparılmalıdır. Yuxu, stres, aktivlik, hormon statusu qiymətləndirilməlidir və ən vacibi davamlı ola bilən, özünüz üçün uyğun pəhriziniz seçilməlidir. Elm bizə nə deyir? Hamı üçün eyni plan yoxdur. Sənin bədəninin bir planı vardır. Bax, bu yanaşma elmdə ən effektiv yanaşma metodudur. Özünüzdən müğayət olun, suallarınızı şərhlərdə yazın və bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.